Ev Sağalan qəsəbəsinin girəcəyində yerləşir. Zabrat Məştağa yoluna yaxın bir məsafədədir. 6 qarajlı, 4 otaqlı, ümumi sahəsi 208 kvadrat olan bir evdir. 3 sotun içində inşa edilib. Evin də torpağında çıxarışı var. Avtomatik qapı qoyulub. Bura həyətin əlavə sanitar qovşağıdır. Təmirli bir şəkildədir. Əkin yerləri salınıb. Qazon dekorativ ağaclar əkilib gördüyünüz kimi. Evin sağında və arxasında yer saxlanılıb. Bura qaraj hissəsidir. 2 maşın rahatlıqla yerləşər. Evin aşağı hissəsidir, 1-ci mərtəbəsi. Təmirsizdir. Köməkçi otaqlardır. 3 otaqdan ibarətdir. Amma hündürlüyü 2.80-dır. Yəni təmir edib yaşayış üçündə istifadə etmək olar. Buradan da qaraja yenə çıxış qoyulub. Bu hissədə kombi quraşdırılıb. Radiatorları da qoyulub, tam işlək vəziyyətdədir. Evin eyvan hissəsidir. Mətbəxə giriş-çıxış qoyulub. Evin dəhliz hissəsidir. Belə dekorativ çılçıraqlar qoyulub. Sağ tərəfdə mətbəx. Mətbəxdən eyvana çıxışı. Döşəmə laminatdır. Qonaq otağı. Bura TV stendi. Və yataq otaqları. 3 yataq otağıdır. Bu ən kiçiyi. Və böyük yataq otaqları. Burası sanitar qovşağı. Bütün aksesuarlar qoyulub. Tam hazır vəziyyətdədir. Ev qeyd etdiyim kimi qubçalıdır. Evin torpağında qubçası çıxarışı var. Qiyməti 150 min. Evə baxış üçün əlaqə saxlayıb gəlib baxa bilərsiniz.